Hə, köynələr. Bu gün Fərhadla gəlmişəm Alif Spa. Yəni burada istirahət mərkəzidir. Hamam, hovuz, idman zalları, indi də ki yerimiz məlum. Yaxşı üzəndən sonra Türk hamamında feyziyab olandan sonra oturmuşum Fərhadla, tez etdik də amma belə çay içirik. Hə, Fərhad. Onu da deyim ki, biz belə əsl köhnə kişilər kimi çayımızı termosda özümüzlə götürmüşük, belə lezzetli dəmlənmiş çaya, içində zoğal mürəbbəsi ilə, içində limon qabıqları ilə, kekliyotu ilə, mixengi ilə, hər şey var da çayın içində də. Yəni oturduq çay içməyə, sağ olsunlar. Buranın rəhbərliyi də götürdülər, bax, bir dənə lezzetli bizə, bir dənə amma belə bir hədiyyə də elədilər, kompliment. Yanım bir dəqiq göstərim sizə. Bax, belə şiriniyat götürdülər, verdilər bizə. Fərhad, necədir? Yaxşıdır? Bax, bunların da belə barıdır burada. Vitamin var. Bax, belə lezzetli balıqlar da var burada. Baxın, bax, oturmağa yer. Yəni ki, yaxşıdır. Mənə şəxsən lezzət eləyir bura. Hamısından çox lezzət eləyən baba bu oldu. Bax bu Türk hamamı. Bəh. Baxın. Bura belə Fərhad da girmişdi. Heç çıxmaq istəmirdi. Bir də bax bu duşevoy kabin. Hər şey normaldır. Amma məncə onu inşa eləyəndə bax bura ortaya trap qoysaydılar, bu cürdə bax su yığılıb burada qalmazdı. Bu məncə çox böyük səhvdir buranın proyektləşməsində. Bunların əyin dəyişmə otağında bir dənə burada, yəni bana nəyi xoşum gəlmədi ki, bu lokerlar, yəni şkaflar dərinliyi gördüyünüz kimi çox belə azdır da. Bunlar biraz geniş olsaydı daha yaxşı olardı. Bura bunların hovuz, yəni zalıdır. Çox genişdir. Baxın, gördüyünüz kimi geniş, rahat, təmiz. Həmçində yəni istəsəniz burada uşaqlar üçün yəni məşqçi xidməti də var. Açığı qiymətləri bilmirəm, özünüz girin baxın o Alif Spa-da da. Amma ki buranın ən yaxşı tərəfi mən istədiyim bax buranın bu hovuzudur. Hə, köynələr. Bugünkü istirahətimizi bitirdik. Alif mərkəzində. Ümumi şəkildə çox razıyıq. Fərhad bəy də çox razıdır. Nədən konuşmaq olar? Buradan keçirik. Yəni ki, orta hesabla çox yaxşı. Ümumiyyətlə, ən hamısından çox bəyəndiyimiz bu oldu ki, buranın çox yaxşı personalı var. Hamı, təşəkkür edirəm. Çox sağ ol, sağ ol. Qəlbdən qəlbə sağ olasın.